Belarusda Rusiya hərbiçilərinə Ukraynadakı hədəflərə şahid pualarını yönləndirməyə kömək edən retransляtorların fəaliyyətinin dayandırıldığı açıqlanıb. Ukrayna prezidenti Volodymyr Zelenski bildirib ki, həmin qurğular artıq işləmir. Kiyev bu addımı Belarus ərazisinin Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadəsinin məhdudlaşdırılması istiqamətində mühüm addım sayır. Lakin bununla yanaşı Moskvanın Minsk üzərində təsir imkanlarını artırdığı və Belarus ərazisindən Ukraynaya qarşı yeni hərbi imkanlar yaratmağa çalışdığı iddia olunur. The Wall Street Journal'ın məlumatına görə Vladimir Putin Belaruslu həmkarı Aleksandr Lukashenkoya Ukraynaya qarşı yeni cəbhənin açılması üçün bu ölkənin ərazisində şərait yaratmaq barədə təzyiq göstərir. Qərb siyasi dairələri hesab edir ki, Belarus həm Ukraynanın şimal istiqamətində əlavə təzyiq vasitəsi, həm də NATO ölkələrinə qarşı hibrid əməliyyatların həyata keçirilməsi üçün strateji platformadır. Ekspertlərin fikrincə isə Moskvanın əsas məqsədlərindən biri Ukrayna ordusunu əlavə müdafiə xəttləri yaratmağa vadar etmək, ehtiyat qüvvələri və hərbi resursları müxtəlif istiqamətlərə bölməkdir. Hazırki vəziyyətdə Rusiyanın Belarus istiqamətində əsas hesablaması Ukraynanı əlavə müdafiə xətti yaratmağa məcbur etməkdir. Bu, Kiyevin ehtiyat qüvvələrinin və hərbi resurslarının şərq cəbhəsindən yayındırılması ilə nəticələnə bilər. Moskva üçün Belarus amili həm hərbi, həm də strateji baxımdan imkanlar yaradır. Belarusun münaqişəyə daha fəal qoşulması NATO-nun şərq cinahında təhlükəsizlik balansına birbaşa təsir göstərə biləcəyi amil kimi də nəzərdən keçirilir. Ölkənin Polşa, Litva və Latviya ilə sərhəddə yerləşməsi mümkün hərbi eskalasiya risklərini daha da artırır. Xüsusilə PUA hücumları, sərhəd insidentləri və hibrid əməliyyatların genişlənməsi qarşıdurmanın daha geniş coğrafiyaya yayılması ehtimalını artırır. Belarus Moskva üçün çox vacibdir, lakin Belarusun prosesə daha aktiv qoşulması Avropanın təhlükəsizliyi arxitekturasına təsir göstərə bilər. Çünki bu halda münaqişə yalnız Ukrayna ərazisi ilə məhdudlaşmır. NATO-Rusiya qarşıdurmasının yeni mərhələsinə çevrilmək riski artır. Buna görə də region ölkələri mümkün eskalasiya ssenarilərinə qarşı hazırlıqları gücləndirir. Məhz bu ehtimallar fonunda Ukrayna və Qərb ölkələri mümkün yeni təhlükələrə qarşı hazırlıq tədbirlərini artırır. Kiyev Belarus sərhədində müdafiə imkanlarını genişləndirir, kəşfiyyat və müşahidə sistemlərini gücləndirir. Qərb tərəfdaşları isə Ukraynaya hava hücumundan müdafiə vasitələri, hərbi texnika və kəşfiyyat məlumatları ilə dəstək göstərərək mümkün yeni cəbhənin qarşısını almağa çalışır. Eyni zamanda NATO ölkələri də şərq cinahında hərbi mövcudluğu artırmaqla Rusiyanın mümkün addımlarına qarşı çəkindirici mövqe nümayiş etdirir. Analitiklərin fikrincə, əsas məqsəd müharibənin yeni istiqamətə genişlənməsinə imkan verməmək və mümkün eskalasiyanı ilkin mərhələdə məhdudlaşdırmaqdır. Ukraynanın əsas vəzifəsi Belarus istiqamətində mümkün təhdidlərə qarşı hazırlığı artırmaqdır. Qərb üçün isə prioritet Rusiyanın yeni eskalasiya imkanlarını məhdudlaşdırmaq və Kiyevə strateji dəstəyi davam etdirməkdir. Burada əsas məsələ yeni cəbhənin açılmasının qarşısını vaxtında almaqdır. Bütün bunlara paralel olaraq Rusiya tərəfdən verilən açıqlamalarda vəziyyət fərqli qiymətləndirilir. Ekspertlər qeyd edirlər ki, hazırki mərhələdə Belarus istiqamətində vəziyyət qeyri-müəyyən olaraq qalır və istənilən vaxt gərginliyin yüksəlməsi qaçılmazdır. Ukrayna və Belarus arasında hərbi eskalasiya ehtimalı tamamilə istisna edilə bilməz. Hər hansı potensial təhlükəsizlik təhdidlərinə ciddi yanaşmaq və müxtəlif inkişaf variantlarını nəzərə almaq lazımdır. Rusiya və Belarus vəziyyətin pisləşməsi halında mümkün eskalasiyaya əvvəlcədən hazırlaşmalı və cavab ssenariləri hazırlamalıdırlar. Hazırda Belarusun birbaşa müharibəyə qoşulması ilə bağlı rəsmi qərar yoxdur. Lakin Moskvanın Minsk üzərində siyasi və hərbi təsir imkanlarını artırması bu istiqaməti regionun əsas təhlükəsizlik məsələlərindən birinə çevirir. Görünən odur ki, qarşıdakı dövrdə Belarus amili Ukrayna müharibəsinin yalnız hərbi deyil, həm də geosiyasi dinamikasına təsir edən əsas faktorlardan biri olaraq qalacaq.